2026-cı ildə Azərbaycanda orta pensiya məbləğinin 579,2 manat olacağı proqnozlaşdırılır. Oxu24.com xəbər verir ki, bu göstərici hökumətin təqdim etdiyi 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən növbəti ilin orta pensiya məbləği 2025-ci ildə gözlənilən 537 manatla müqayisədə 7,9% artım deməkdir. Bu artım dövlətin sosial siyasətində əhalinin həssas təbəqələri üçün nəzərdə tutduğu dəstək tədbirlərinin davamlı xarakter daşıdığını göstərir. Layihədə qeyd olunur ki, 2025-ci ildə nominal əmək haqqı üzrə artım tempinin 9,2% olacağı gözlənilir. Bu rəqəm İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan rəsmi proqnozlara əsaslanır. Məhz bu artım nəzərə alınmaqla 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi üzrə dövlətin üzərinə düşən illik maliyyə yükünün təqribən 635 milyon 590 min manat olacağı ehtimal edilir. İndeksləşdirmə prosesi pensiyaların gəlirlərin artımına uyğun tənzimlənməsi və real alıcılıq qabiliyyətinin qorunmasına xidmət edir. Sənəddə xüsusi olaraq vurğulanır ki, nominal əmək haqqı göstəricisində hər hansı dəyişiklik baş verərsə, bu həm pensiya məbləğlərinə, həm də məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müxtəlif müavinət növlərinə təsir edə bilər. Yəni əmək haqqı artım tempinin gözləntilərdən fərqli olması sosial ödənişlərlə bağlı proqnozlaşdırılmış xərclərin yenidən hesablanmasını zəruri edəcək. Maraqlı məqamlardan biri də odur ki, artım tempində baş verəcək cəmi 1%lik dəyişiklik belə illik pensiya xərclərinə əhəmiyyətli təsir göstərir. Hesablamalara əsasən nominal əmək haqqı artım tempinin əlavə olaraq 1% dəyişməsi dövlət büdcəsinə təqribən 72 milyon manat əlavə yük formalaşdıra bilər. Bu isə sosial sahədə planlaşdırma prosesinin nə qədər həssas olduğunu bir daha ortaya qoyur. Ümumilikdə açıqlanan göstəricilər onu deməyə əsas verir ki, 2026-cı ildə pensiya təminatı üzrə maliyyə dayanıqlığının qorunması üçün dövlət həm iqtisadi artım tempini, həm də sosial öhdəliklərlə bağlı riskləri diqqətlə izləyir. Orta pensiya məbləğinin artması gözlənilən olsa da, onun son rəqəmləri iqtisadi göstəricilərdə baş verəcək real dəyişikliklərdən asılı olacaq. Dövlət qurumları isə sosial müdafiə sisteminin davamlılığını təmin etmək üçün bütün mexanizmləri nəzərdən keçirməkdə davam edir.